Birincisi onu sizə deyə bilərəm ki, həyat quranda uyğunluq olmalıdır birinci. Uyğunluq olmalıdır, uyğun gələrsə ortalıqda sevgi də olacaq, məhəbbət də olacaq, ondan sonra ailə bütövlüyü də olacaq. Mən vaxtı ilə elə vaxt şöbəsində işləmişəm, Zaks büroda. Yəni ki, insanların təbiətini ələ almağı gərək bacarasan. O nöqteyi nəzərdən də mən deyirəm ki, əmlər uyğunluq olarsa, iki gəncin arasında uyğunluq yarandıqdan sonra sevgi də olacaq ortalıqda. Əmlər uyğunluq olmayacaqsa, ya qız oğlanın varına dövlətinə görə gəlir, yalandan deyir sevirəm səni, ya da oğlan qızın var dövlətinə görə gəlir. Orada da ki, nə uyğunluqdan söhbət salmaq olmaz, nə də ki, sevgidən söhbət salmaq olmaz. Məncə ailə qurmaq üçün sevgi daha vacibdir. Amma indi dövr dəyişib də, müasir dövrdür, texnologiya dövrüdür, inkişaf və dövr dəyişdikcə, texnologiya inkişaf elədikcə insanlar da mənə elə gəlir dəyişir. Sevgi burada daha vacibdir. Əgər olsaydı 90-cı illər, 80-ci illər, təsəvvür edək ki, mən qüdrət olaraq orada dünyaya gəlmişəm, onda adətən ənənə ilə kimisə gördün, istədilər, aldılar sənə. Orada sevgi mənə elə gəlir ki, elə də PR olmayıb. Əsas uyğunluq PR olub. Amma indi əsas sevgidir. Mən düşünürəm uyğunluq daha önəmlidir. Yəni, bilmirəm hansı filosof deyib, sevginin müddəti 3 ildir, 3 ildən sonra keçir. Yəni, uyğunluq qalır. Bir də ailə içərisində yəqin ki, hər şeydən önəmli hörmət və qayğıdır. Məncə hər ikisi vacibdir. Həm hörmət, həm sevgi. Yəqin sevgidən gəlir hörmət də. Yəni sevirsə əlbəttə ki, hörmət eləyir. Yəni məncə mənbəyi sevgidir. Sevgidən gəlir hörmət də, hər bir şey. Çünki sevgidən gəlir hər bir şey. Mənbəyi sevgidir hər bir şeyin. Hörmətin də, nə bilim, darıxmağın da, ailənin, yəni hər bir şeyin. Sevgi olmadan yerdə heç nə yoxdur yəni. Ailədə sevgi olanda uyğunluq da olur. İnsan bir-birini sevəndə həmişə istəyir bir-birinə kömək elə, hansısa bir problemi həll eləmək. Amma sevgi olmayanda çox vaxt problemləri bir-birinə söyləmirlər, danışmırlar. Sevgi də vacibdir, uyğunluq da vacibdir. Əgər sevgi yoxsa uyğunluq olmur, uyğunluq yoxsa sevgi olmur. Bunların hər ikisi olmasa ailə mümkün deyil. Bu ailə demək deyil.